Balaca Şahzadənin sehirli nağılı. Çox-çox uzaq bir zamanlarda Böyük Səhra adlanan isti qumlu bir yerdə təyyarəsi qəzaya uğrayan bir pilot var idi. Pilot təyyarəsini təmir etməyə çalışırdı, amma tək idi və ətrafda heç kim yox idi. Birdən pilot qızılı saçlı, gülən gözlü balaca bir oğlanla qarşılaşdı. Bu balaca Şahzadə idi. Balaca Şahzadə pilotdan çox qəribə bir şey istədi. Mənə bir qoyun çək. Pilot böyüklərin artıq unutduğu uşaqlıq şəkillərini çəkməyə çalışdı. Lakin Şahzadə heç birini bəyənmədi. Nəhayət pilot bir qutu çəkdi və dedi: "Sənin istədiyin qoyun bax bu qutunun içindədir." Balaca Şahzadə o qədər sevindi ki, sanki qoyunu həqiqətən qutunun içində görürdü. Balaca Şahzadə pilotla öz planetlərindən B612 adlı çox kiçik bir asteroiddən danışdı. Bu planetdə bir evdən başqa heç nə yox idi. Amma Şahzadənin hər gün qayğısına qaldığı tək bir gözəl qızıl gül bitirdi. Qızıl gül nazlı və qürurlu idi. Şahzadəni bəzən kədərləndirirdi. Odur ki, Şahzadə qızıl gülünü tək qoyub özünə dost tapmaq üçün səyahətə çıxmışdı. Şahzadənin səyahətləri. Balaca Şahzadə kosmosda bir neçə kiçik planetə səyahət etdi və hər birində çox qəribə bir böyük insanla qarşılaşdı. Bir planetdə tək bir kral var idi. O hər kəsə əmr vermək istəyirdi, amma ətrafında heç kim yox idi. Digər planetdə özündən razı adam var idi. Yalnız onun nə qədər gözəl olduğunu eşitmək istəyirdi. Digərində isə içki düşkünü adam, içdiyi üçün utanırdı, utandığı üçün də içirdi. Digərində isə biznesmen. Ulduzları sayırdı və onları özünün hesab edirdi. Lakin o ulduzlarla heç bir şey etmirdi. Bütün bu böyüklər Şahzadəyə çox qəribə görünürdülər. Çünki onlar ən vacib şeyləri unudublar. Nəhayət Şahzadə yer kürəsinə, pilotun olduğu səhraya gəldi. Burada o bir tülkü ilə tanış oldu. Tülkü Şahzadəyə dedi: "Məni əhəlləşdirsən, mənə çox şey öyrədərsən. Mənim üçün tək bir tülkü, sənin üçün isə tək bir oğlan olarsan." Onlar dost oldular. Ayrılarkən tülkü Şahzadəyə həyatın ən vacib sirrini söylədi. Ən vacib şeylər gözlə görünməz, yalnız ürəklə hiss edilir. Sən gülün üçün ayırdığın vaxta görə məsuliyyət daşıyırsan. Balaca Şahzadə başa düşdü ki, onun qızıl gülü dünyadakı bütün güllərdən daha qiymətlidir. Çünki o bu gülə vaxt ayırıb və onu sevib. Pilot təyyarəsini təmir etdi. Balaca Şahzadə isə qızıl gülünün yanına qayıtmaq üçün yola çıxdı. O pilotdan nə qədər uzaqlaşsa da pilot bilirdi ki, göydəki ulduzların birində onun balaca Şahzadəsi var. Pilot həmişə o ulduzlara baxanda gülümsəyirdi. Çünki bilirdi ki, balaca Şahzadə oradadır. Bu sevgi, dostluq, məsuliyyət və həyatın əsl dəyərləri haqqında olan bir nağıl idi. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.